Bəli. Bəli, müəllim. Bəli. Mövzumuz həqiqət ədədlər. Əvvəlcə nəyi keçmişdik? Hansı ədədlər çoxluğunu keçmişdik? Natural ədədlər, eləmi? Bəli. Natural ədədlər sayarkən istifadə etdiyimiz ədədlərdir. Natural ədədlər N hərfi ilə işarə olunurdu. Elə uşaqlar? Natural ədədlər çoxluğu Bəli. böyük N hərfi ilə işarə olunur. Bərabərdir. Ancaq müsbət ədədlərimiz 1, 2, 3 və s. müsbət sonsuzluğa doğru. Bu ədədlər natural ədədlərdir. Sonra var tam ədədlər. Tam ədədlər natural ədədlərdən biraz daha geniş çoxluqdur. Tam ədədlər çoxluğu da Z ilə işarə olunur. Tam ədədlərə aiddir mənfi ədədlər, məsələn, mənfi sonsuzluq, nə bilim, -2, -1, 0, bir də 1, 2 və s. müsbət sonsuzluğa doğru. Belə çıxır ay uşaqlar. Natural ədədlərimiz ancaq müsbət ədədlərdir. Tam ədədlərimiz mənfi, 0, bir də müsbət ədədlərimizdir. Baxın, natural və tam ədədlərin kəsr hissəsi yoxdur ha, yaxşı, ancaq tam hissədən ibarətdirlər. Məsələn, mən 2,5-ə natural ədəd deməyəcəm. Natural ədəd deyil. -2,5 deyərsiniz ki, mənfidir də ay müəllim, tam ədəd olsun. Yox, dedik ki, kəsr hissəsi olmayacaq. Ona görə bu ədədim də tam ədəd deyil. İndi siz mənə deyin görüm. 3 natural ədəddir. Bəli, müəllim. Bəli. Bəs tam ədəddir. Bəli, müəllim. Bəli. Deməli, uşaqlar tam ədədlərin içərisində müsbət ədədlər də var deyə. Yəni gördüyüm kimi 1, 2, 3 müsbət sonsuzluq. Tam ədədin içərisində 1, 2 müsbət sonsuzluq yazmışam. Belə çıxır bu natural ədədlər tam ədədlərin alt çoxluğudur. Yəni natural olan ədədlərimiz həm də tam ədəddir. 3 natural olduğuna görə həm də nə olacaq? Tam ədəd olacaq. Deməli, bu aiddir həm natural ədədlərə, həm də tam ədədlərə. Bəs mənə deyin görüm. -13 natural ədəddir sizcə? Xeyr, müəllim. Tam ədəddir. Bəli, natural deyil, Tam ədəddir. amma tam ədəddir. Bəli, tam ədəddir. Müəllimə, niyə görə 2,5 tam ədəd sayılmadı ki? Mənim o da 2 ilə 3-ün arasında daxil, yəni bir ədəddir. Dedim axı, sayarkən sən 2,5-dən istifadə edirsən. Xeyr, müəllim. İstifadə eləmirsən. Və qeyd elədim ki, diqqət eləyin. Kəsr hissələri olmamalıdır. Tam və natural ədədlərin. Kəsr hissəsi olmur. Aydındır? Bəli. Əvvəlcə aşağı böyüyə gəlir də. İndi kəsr də əlavə olunacaq, yaranacaq rasional ədədlər çoxluğu. Natural ədədlər, tam ədədlər, indi də gəlir rasional ədədlər. Rasional. Və artıq bizim natural ədəd əvvəlcə sadəcə müsbət ədədlər idi. Sonra 0 ilə mənfi ədədlər əlavə olundu. İndi də bunlara kəsr ədədlər də əlavə olunacaq, yaranacaq rasional ədədlər çoxluğu. Rasional ədədlər çoxluğu Q hərfi ilə işarə olunur. Aydındır? Bəli, müəllim. Bəli. N bölünsün N şəklində göstərilə bilən ədədlərə rasional ədədlər deyilir. Rasional ədədlər deyilir. Bizim bu n bölünsün n şəklində yazdığımız kəsir var ha.
M tam ədəd, N natural ədədlərə aiddir. Yəni M tam ədədlər çoxluğuna, N də daha doğrusu M tam ədədlər çoxluğuna, N natural ədədlər çoxluğuna aid ola bilər. Və dedik, bayaq qeyd elədiyim kimi, tam ədədlər çoxluğuna kəsr ədədlər də əlavə olunacaq, yaranacaq rasional ədədlər. Belə çıxır. Artıq mən 2,5-ə tam deyil, natural deyil. Onda hansı ədədlər çoxluğuna aid olmuş olacaq? Rasional. Rasional, bəli. Tam ədəd də deyil. Amma rasional ədədlər çoxluğuna daxildir. Deməli, aşağılar. Bizim rasional ədədlərimizin içərisində mənfi ədədlər də var, müsbət ədədlər də var, sıfır da var və kəsr ədədlər də var. Aydındırmı? Gördünüz, çoxluq getdikcə böyüdü. Əvvəlcə sadəcə müsbət, sonra mənfi sıfır müsbət, sonra mənfi sıfır müsbət və kəsr ədədlər. Belə çıxır ki, bu natural ədədlər tam ədədlərin alt çoxluğudursa, bütün bu ikisi də alt çoxluğudur. Nəyin? Rasional ədədlər. Aydındır. Bəli. Məsələn, 42 natural ədəddir, görürsünüz, müsbət ədəddir, tamdır ancaq, tam hissədən ibarətdir. Həmçinin naturaldırsa avtomatik olaraq tam ədəddir. Təbii ki, həm natural, həm tam ədəddirsə, fərqi yoxdur. Sadəcə tam ədəd olsa belə, bizə bildirəcək ki, o rasional ədəddir həm də. Mənfi 100 natural ədəd deyil. Amma tam ədəddir. Tam ədəddirsə, təbii ki, rasionalda olacaq. Aydın uşaqlar. Bəli. Sonra gəlirik irrasional ədədlər. İrrasional. İrrasional ədədlər. İrrasional ədədlər i hərfi ilə işarə olunur. Sonsuz dövrü olmayan onluq kəsirlərə irrasional ədədlər deyilir. İrrasional ədədlər deyilir. Bunlara aiddir aşağılar. Kök altından çıxa bilməyən ədədlər deyilir. Məsələn, pi ədədi təqribən 3,14, nə bilim, 2, 3, 5, 7, nə bilim, belə davam edir. Dövr yoxdur burada. Ona görə pi ədədidir. Məsəl üçün deyirəm. Məsələn, pi ədədi olsun, y ədədi olsun. Y ədədi də təqribən 2,71, nə bilim, 2, 3, 5, belə sonsuzluğa doğru dövrü olmadan davam edən bir onluq kəsirdir. Dövr yoxdur burada. Dövr varsa uşaqlar, məsələn, 2,3, dövrdə 4. Deyəcəksiniz ki, ay müəllim, burada da sonsuz dövr edir, bu gedir sonsuzluğa doğru. Amma burada dövrümüz var axı. Biz deyirik dövrü olmayan. Dövrü varsa, deməli o aid olacaq rasional ədədlərə. Amma sonsuz dövrü olmayan onluq kəsirlərimiz adlanacaq irrasional ədədlər. Pi ədədi, y ədədi, kökdən çıxa bilməyən ədədlər, məsələn, kök altında 2, kök altında 3, kök altında 5, hansılar ki, kökün altından çıxa bilmir, bunlar olur irrasional ədədlər. Qeyd edirəm. Kök altından çıxa bilməyən ədədlər.
kök altından tam çıxa bilməyən ədədlər. Başa düşdünüz irrasional ədədlər nədir? Bəli. Bəli, müəllim. Hı -hı. Və ay uşaqlar, 4 dənə çoxluq dedik. Natural ədədlər çoxluğu, tam ədədlər çoxluğu, rasional ədədlər çoxluğu, irrasional ədədlər çoxluğu. Və bunlar hamısı birləşir, əmələ gətirir nəyi? Həqiqi ədədlər çoxluğunu. Yəni, bütün bu ədədlər çoxluğu həqiqi ədədlər çoxluğunu əmələ gətirir. Yazıram burada. Bütün bu 4 ədədlər çoxluğu həqiqi ədədlər çoxluğuna əmələ gətirir. Həqiqi ədədlər çoxluğuna əmələ gətirir. Həqiqi ədədlər çoxluğu uşaqlar erlə işarə olunur. Həqiqi ədədlər. Ədədlər. Erlə işarə olunur. Və belə bir diaqram çəkirəm, bunu suallarda görə bilərsiniz. Baxın, bu dairə natural ədədlər çoxluğumuz olsun. Bu biraz genişlənir. Hansı ədədlər çoxluğunu yaradırdı? Tam ədədlər. Bu da birazca da genişlənir. Hansı ədədlər çoxluğunu yaradırdı? İrrasional. Rasional. İrrasional. Və bir də var idi irrasional ədədlər çoxluğumuz. Və bunlar hamısı da yaradacaq hansı çoxluğu? Həqiqi ədədlər çoxluğunu. Baxın, həqiqi ədədlər çoxluğunun içərisində natural ədədlər də var, tam ədədlər də var, rasional ədədlər də var və irrasional ədədlər də var. Aydın oldu uşaqlar? Bəli, müəllim. Bəli, müəllim. Hə, qeyd eləyirdiniz. Bəli.